Axşamınız xeyir olsun, dəyərli Kanal S izləyiciləri. Hər birinizi yeni həftədə xoş gördük. Hər birinizi salamlayıram və bugün də Star Akademiyasının maraqlı qonaqları var. İstəyərdim ki, vaxt itirmədən qonaqlarımızı təqdim edəm. Dəyərli qonaqlarım var bu günlərim hər zaman olduğu kimi. İlk qonağımızı təqdim etmək istəyirəm. İctimai xadim, prezident mükafatçısı, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nəcibə xanım ilkin bizimlədir. Xoş gördük. Çox sağ olun, təşəkkür edirəm Rəvan bəy. Necəsiniz? Xoş gördük sizi. Axşamınız xeyir olsun. Siz başda olmaqla bütün kollektivinizi salamlayıram. Kanal rəhbərliyi də başda olmaqla Allah hər birinizə can sağlığı versin. İşlərinizə uğurlar diləyirəm. Şükür, salamatçılıqdır. Gəlib çıxa bilmişsinizsə, deməli hələ ki yaxşıyıq. Hər zaman yaxşı olun. Var olun əzizim, var olun. Və mənim dəyərli müəllimim, dəyərli xanım, dəyərli ziyalı, filoloq, təlimçi müəllim Zülfiyə Qocayeva bizimlədir. Xoş gördük. Xoş gününüz olsun Rəvan bəy, axşamınız xeyir olsun. Mən də hər kəsi salamlayıram, tamaşaçılarımızı, kanal rəhbərliyini, sizləri. Allahın bu gününə şükür ki, yenidən görüşürük və bugünkü gün mənim üçün çox xoşdur ki, bir daha bir aradayıq. Təşəkkür edirəm gözəl sözləriniz üçün də, minnətdaram. Təşəkkür edirəm, var olun. Dəyərli həmkarım, teleaparıcı, jurnalist Havin Şəfaqızı. Xoş gördük, Havin. Xoş gördük. İlk öncə tamaşaçılarımızı salamlayıram, sonra isə bizim dəyərli qonaqlarımızı salamlayıram. Səni də xoş gördük, çox şadam. Kanal S-in bir nömrəli verilişi Star Akademiyasında yenidən olmağıma çox şadam. Var ol. Və sırada bizim musiqili qonağımız var. Dəyərli həmkarım, gözəl dostum. Bugün onun doğum günüdür. Bəli, birazdan təbrik edəcəyik. Leyla xanım gəlir birbaşa ifası ilə. Xoş gəlib, səfa gətirib. Yine aşk kaynıyor bu deli kanda, yine eskisi gibi olsak ne dersin? Yine aşk kaynıyor bu deli kanda, yine eskisi gibi olsak ne dersin? Titriyor ellerim, bak nasıl yine. Yüzünü, gözlerini, saçlarını, her şeyini özledim. Yapma Allah'ını seversen, geriye dön bana. Bir tanem, unutmak çok zor, çok zor seni. Yapma Allah'ını seversen, geriye dön bana. Bir tanem, unutmak çok zor, çok zor seni. Çölde kalmış gibi susuz ve acı,
yine tanışmış gibi. Olsak ne dersin? Titriyor ellerim. Bak nasıl yine yüzünü, gözlerini, saçlarını, her şeyini özledim. Yapma Allah'ını seversen, geriye dön bana bir tanem. Unutmak çok zor, çok zor seni. Yapma Allah'ını seversen, geriye dön bana bir tanem. Unutmak çok zor, çok zor seni. Unutamam, unutamam, unutamam. Təşəkkür edirik Leyla xanım. Doğum gününüzü təbrik edirik. Alqışlayaq Leyla xanımı. Mikrofona danışın. Çox xoş oldu, çox sağ olun. Var olun. Həmişəki Buyurun, kimi əyləşin. çox belə zirvələrdə olasınız. Sağ olun. Minnətdaram. Uzun ömür, can sağlığı arzu edirik sizə. Leyla xanım həm də tibb işçisidir, həkimdir. Bəli. Və ilk efirə çıxmağı da, ilk verilişi də elə məhz bizim Star Akademiyamız olub. Star Akademiyası verilişi. İnşallah ki, düşərli olsun. İnşallah. Həzin və düşündürücü bir mahnı da seçmişdi. Və Xumar xanım Qədimovanın səsinə bənzəyir səsi. Hiss elədiniz? Hardasa, hə, gözəl səsə malikdir. Mikrofona. O biri mikrofona. Ən çox sevdiyim mahnıdır da. Yəni bütün gün evdə onu oxuyuram ancaq. Çox bənzəyir səsi. Mən ilk dəfədən elə eşidəndə dedim ki, Xumar xanımın səsinə çox bənzəyir. Hələ bir mahnısı da var. Yalan deyil mahnısı. Birazdan onu da ifadə edəcək. Bəzi səslər olur ki, doğrudan da Bənzəyirlər. sanki eyni doğulur, amma bəzi səslər var ki, nadir doğulur. Bəli. Çox qəribədir. Mən dəfələrlə bunu müşahidə eləmişəm ki, məsəl üçün ta ki Allah rəhmət eləsin, məsəl üçün Qədir Rüstəmovun səsini daha təkrar eləyən oldu və başqa müğənnilər. Amma elə səs var ki, onu mən axtarım, tapam. Məsələn, rəhmətli Səxavətin səsi yenə də eyni ilə təkrar olundu. Ancaq səslər çoxu təkrar olunmur. Təkrar olunmaz səslər çoxdur. Bəli, bəli. Müğənnilər arasında. Və Qədir müəllimlə söz düşmüşkən salamlayırıq dəyərli sənətkarımızı. Bu yaxınlarda toyda rastlaşdım onunla. Təsəvvür edin, hələ də o qədər gözəl canlı ifalar göstərir ki. O gün qulaq asdım ona mən, bəli. Bəli, mən həqiqətən çox belə təəccübləndim ki, yəni bu yaşda bu cür canlı toyu idarə eləmək hər ifaçının da belə deyim də işi deyil. Amma nə yaxşı ki, bizim o cür ifaçılarımız, sənətkarlarımız var. Düzdür, efirlərdə nədənsə uzaq düşüb, efirlərə çıxmır. Nəsə, Yəni uzun müddətdir ki, Qədir müəllimi görmürük. Qədir Qızıl Səsdən gedir söhbət. Bəli, Qədir Qızıl Səs. Bəli. Səhhəti ilə bağlı mənə elə gəlir. Səhhətində mən səhv eləmirəmsə problem vardı. Bəli, bir balaca var. Hə, yəqin ki, onunla bağlı efirlərə çıxmır. Amma o da düzgün deyil də. Bu səs səndə varsa, hələ ki o səsi qorumusansa, bu xalq üçün saxlamısansa, amma onu indi bugün öhdəsindən gələ bilirsənsə, xalqın qarşısında olmalısan. Bəli. Çünki xalqın sevimlisi olmaq hər müğənniyə nəsib olmur. Bəli, razıyam sizinlə. Ümumiyyətlə, bəzən elə ifaçılarımız, elə sənətkarlarımız var ki, nə qədər efirlərə çıxmasalar da yenə də xalq tərəfindən sevilirlər. Bəli, bəli. Bu da əslində böyük bir xoşbəxtçilikdir onlar üçün ki, yəni bu sevgini qazana biliblər. Bəli, Var əlbəttə ki. tanınan müğənnilər, var sevilən müğənnilər. Bəli. Yəni tanınmaq, Tanınmaq, sevilmək sevilmək deyil. demək deyil. Yox, yox, tanınmaq elə sevmək deyil, siz demiş. Tanınan müğənni çox deyə, amma əsas odur ki, onlar hamısı xalqın sevgisini qazana bilmirlər. Düz. Tanınmaqla söhbət getmir ki, əsas Çiçəklər gəlib. Kim üçün gəlib o? Ha. Xanım üçün Xanım gəlib. Yəqin ki, xanım üçün. Aha, Leyla xanım üçün çiçəklər Yeni gəlib. Götürün. Yəqin üstündə bir not buraxıblar. Ağçiçəyim tərəfindən gəlib. Bəli, Ha, Ağçiçəyim hətta. tərəfindən.
Təbrik edirik. Təbrik edirəm Çox bir daha. qəşəng çiçəkdir. Hə, Afişənim tərəfindən gəlib, yəni buyurun, bu da sırf sizindir. Ora Elə bura qoyum, studiyamızı Sağ olun. bəzəsin. Təşəkkür edirəm. Çox Bu gün gözəl artıq çiçəklər. ehtiyac Bir şey olmadı. götürün ki. Bəli. Bütün artıq çiçəklər bəzədi stolu. Nə gözəl. O gün qalardı, bərəkətli idi. arxası gələrdə. Bura nə gül gəldi yarıya. Hadinlə Şəriyan. Təbrik Amma edirik. Ağ çiçəyim deyilir, içərisində bir dənə də olsun ağ çiçəyi yoxdur. Hamısı qırmızıdır. Bəli. Leyla xanım, ən özəl hədiyyəni doğum günündə kim tərəfindən sizə təqdim olundu? Ən özəl hədiyyəni mən uşaqlarım təqdim elədi. Neçə gündə hazırlamışdılar bir qutu. Gedirlər, gəlirlər, çox balacadılar. Allah hamısının balalarını Allah saxlasın, saxlasın. olmayanlara nəsib eləsin. Bir qutu deməli balaca məktublar, öz ürəklərindən keçən arzular, xoş Ay, nə sözlər, gözəl. bəli. Bir Onlar ana üçün ən böyük hədiyyə məncə Kəsən budur. elədi. mənə çox təsir elədi. Onların içində də 2-3 manat balaca pullar qoymuşdular öz nə deyirlər ona, Büdcələrinə kapilkasından, bəli. Pul götürmüşdülər. kisələrindən. bəli. Balacadılar mənim uşaqlarım. Mənə Allah belə çox saxlasın. təsir elədi. Çox Və Allah belə deyim, qorusun. O gün özəl olsun ki, böyük insanlardan evlatlar olsun, özəl Bizə hədiyyə elə- gəldimi? Təbrik eləsin. ən özəl hədiyyə mənim üçün odur. Hamının Yox, hədiyyəsi mənə uşaqlarınızı dəyərlidir. bildim. Bəs özəl şəxsi həyatınızda hər bir xanımın yəqin ki, bir özəl insan olur da. Bilirsiniz, mən doğum günü keçirtmirəm. Yəni Mən elə kimi? bilirəm ki, nə bilim, nəsə keçirtmirəm də. Uşaqlar olandan sonra pis çıxmasını bağışlayın sözümə görə, ancaq onların ad günüsü keçirdirəm. Yəni mən özüm üçün son zamanlar ad günü eləmirəm. Səbəb nədir? Ümumiyyətlə insanlar var ki, ad gün, doğum günlərini Rəvan, mən də sevmir. keçirmirəm. Niyə? Mən ümumiyyətlə uşaqlıqdan Allah ölənənizə rəhmət eləsin. Mənim Allah rəhmət eləsin. doğum günüm həmin tarix. Mənim babamın, ana babamın atasının da ölüm tarixi ilə tuş gəlib deyənə. O eyni bir vaxtda Eyni düşür. günə düşür. Elə ki belə deyim də 5-i o dünyasını dəyişir. O 6-sı da mənim ad günüm idi. Allah rəhmət eləsin. Ölənləriniz O rəhmət. sarsıntı qalıb da o səndə. sarsıntı, yox, anamda olub. Anam mənə ad günü keçirməyib. Bütün hamının o uşaqların ad gününə gedib. Mənim heç vaxt keçirməyib. Bircə bu il mənə bir sürpriz olaraq ad günü keçirdi. Bir dəyərli insanlar tərəfindən çox sağ olsun. Çünki bilirlər ki, bu yaşa çatmışam, mən hələ ad günü keçirməmişəm. Amma mən keçirtməsəm də sürpriz düzdür, dəyərli qonaqlarım hər zaman, yəni anam, atam, qardaşım, həmişə yaxınlarım, qohumlarım, qeyd iş etmirdik yoldaşlarım də, hər yəni, zaman təbrik Amma mən sizə ediblər. bir şey deyim. Gəliblər, üzr sağ istəyirəm, olsunlar. Hər Çox birinizdən, sağ olun. yəni mən düşüncəmlə insan heç vaxt keçmişində qalmamalıdır. İnsan Bəli. hər zaman bugün üçün yaşamalıdır. Bugününü və gələcəyini fikirləşməlidir. Mən demirəm, ay keçmişi unutmaq yox demirəm. Qalmaqdan söhbət gedir. Yəni keçmişdə qalaq, ay falan vaxtda falan şey oldu, falan şeyə görə mən falan şey eləməli deyiləm, falan şeyə görə yox olmaz. Bu bilirsiz nə qədər insanın psixologiyasına və mənəviyyatına təsir edir. Olmaz belə şey. Bu ad günü Allah Ya sənə olmayıb nəsib da, edib. yalandan mən necə deyim ki, olub da, olmayıb. Olub 3-4 nəfər evdə yalandan Çalışın, uşaqlar. ilə Yenə də belə onu da eləyin. keçirməmişəm. Və deyirəm, bu məqamda elə Leyla xanımın növbəti mahnısı, Yaxaçu Bıç mahnısı səslənsin Rus estradasından. Rus dilində də bir mahnısını dinləyək. Yaxaçu Bıç. Я хочу быть последней женщиной, окончательной, заключительной, неуболтанной, а обвенчанной ясным светом твоей обители, добрым утром и тихой пристанью, и сводящим с ума желанием. Я хочу быть контрольным выстрелом и последним твоим признанием. Не умею я жить на меньшее, что ты смотришь в глаза так пристально. Я хочу быть последней женщиной, просто женщиной и единственной. Не умею я жить на меньшее, что ты смотришь в глаза так пристально. Я хочу
хочу быть последней женщиной, просто женщиной и единственной. Я хочу быть твоими крыльями, этим легким, надежным бременем. Я хочу быть твоими пылями в рамках времени и безвременно. Я хочу быть последней женщиной, окончательной, заключительной, неуболтанной, обвенчанной ясным светом твоей обители. Не умею я жить на меньшее, что ты смотришь в глаза так пристально. Я хочу быть последней женщиной, просто женщиной и единственной. Не умею я жить на меньшее, что ты смотришь в глаза так пристально. Я хочу быть последней женщиной, просто женщиной и единственной. Не умею я жить на меньшее, что ты смотришь в глаза так пристально. Я хочу быть последней женщиной, просто женщиной и единственной. Təşəkkür edirik. Rus dilində də çox gözəl ifa edirsiniz. Aydın xanım. Rus dilində də çox gözəl ifa elədi. Bəli. Nəcibə xanım, danışın görə necədir vəziyyət? Təşəkkür edirəm. Əgər televiziyalar imkan versə, dincələrik biraz. İnanırsınız. Hər gün efirlərdəsiniz, Hər elə gün Zülfiyə xanım da, efirlərdə. maşallah. Ancaq sağ olsunlar. Bu böyük bir ehtiramdır, hörmətdir. Siz başda olmaqla. Biz də harda bizə hörmət bəsləyirlər, sənətimizə, özümüzə qiymət verirlər. Biz də oradayıq. O insanları sevərəkdən yanındayıq. Amma belə də başda işlərimiz də çox olur təbii ki. Şükürlər olsun. Əsas sağlamlıqdır, əsas salamatlıqdır. Və sevdiyimiz dostlarla da belə yaxşı günü görəndə daha sevinirik. Zülfiyə mənim elə deyəsən doğrudan da efir ulduz olmuşuq artıq. Mən artıq o qədər ona öyrəşmişəm ki, bir yerə gedək tək getmək istəmirəm. Deyirəm belə bir yerdə gedək. Bilirsə Rəvan bəy, insan çox nadir hallarda bir-birini tamamlayır. Çox nadir hallarda bir-birini olduğu kimi dərk edir, başa düşür. Ona qarşı onun özünə bir hörmətlə yanaşmağı bacarır. Bu bacarıq hər kəsdə olmur. Allah bizə həmişə yaxşı dostlar nəsib eləsin. Amin inşallah. Amma bəzən o dostluqlar yarıda bitir. İnanın bu zaman baxımından baxanda doğrudan da Ümumiyyətlə, nə üzr ki dostluq, istəyirəm, insanlıq deyil. həyatda heç nə əbədi deyil. Bu bir reallıqdır, Təbii bu ki, heç. Amma təbii, bəli. insan gərək bir, belə deyim də, yolunu ayıranda da, kənarlaşanda da deyir o bir yer qoysun da. Hə, deyir, dalaşanda elə dalaş ki, barışmağa üz saxlar. Bəli, Təbii bəli. ki, sizin sözünüzə mən istinad eləyərək təsəvvür edin ki, bax neçə ildir dost olursan və heç bir şeyin üstündə, adi bir şeyin üstündə görürsən ki, küskünləşirsən və o küskünlüyün kökünə gedəndə insan nə üçün Çox yaşamağını cılız bir şey və sağ olun, tapırsan, bəli. niyə yaşamağın əgər fərqinə yoxdursa, elə bizim indi dost itirən vaxtımız deyil. Bəli. Bizim bu zaman üçün dostu qazandığımız zamanda o dostu saxlamaq bizim zamanımızdır. Çünki o dost bizə hər dəqiqə lazım ola bilər. Onun üçün nə eləmək lazımdır? Dostu sevmək lazımdır. Dosta qarşı düz olmaq lazımdır. Bəli. Yalan, saxta. Dost sözü hecaya bölünmür Çox deyirlər. üzr istəyirəm, Bəli. reklamlardan sonra bu mövzunu davam buyurun, edəcək. buyurun, Reklamlar. buyurun. Davam edir dəyərli izləyicilərimiz. Bəli, Nəcibə xanım, yarıda qaldı fikirləriniz. Buyurun. Həqiqətən də dost məfhumu elə bir şeydir ki, dost məsəl üçün doğmadan da artıq irəli olur. Niyə? Çünki bəzən doğmaya deyə bilmədiyin bir şeyi dostla yarı bölürsən.
Dostluq gözəl bir şeydir. Yenə də deyirəm, dostluğun zamanı yoxdur. Hər zaman dost olduğun insanın yetər ki, sən onu əlində saxlamağı bacarasan. Fikrinlə, düşüncənlə, mənəviyyatınla və olan o düzgün istəyinlə. Amma o dostluq arasındakı gizlilik varsa, saxtalıq varsa, yalan varsa, o çox getmir. Nəinki dostluqda, elə ailədə də belədir. Ailə də odur. O dostluq ailədə də baş verir də. Biz hamımız əvvəlcə sevgi ilə başlayırıq, sonra hörmətə çevrilir, dostlaşırıq və bir-birimizə qarşı istəyir evladla valideyn arasında, istəyir ər-arvad arasında o dostluq əlaqələri möhkəmlənir, o bağlar və get-gedə artıq sən bir-birini olduğu kimi dərk edib yaşatmağı bacarırsan. Bax, əsas budur ki, yaşatmağı bacarmaq, bir-birini dərk etmək. Nə qədər ömrümüz var ki, bilmirik. Axşamdan səhərə, səhərdən də axşama güman olmayan bir zaman. Amma təəssüflər olsun ki, bəzən insanlar bunu dərk eləmir. Bəziləri dərk eləmir. Elə bilirlər ki, biz bu həyatda əbədi yaşayacağıq, əbədi olacaq hər şey. Amma bir şeylər bir yerdə qırılanda, baxırsan ki, deyirsən ki, kaş ki bunu vaxtında, zamanında bu cür yox, başqa cür edərdim. Amma o kaşkiləri deməmək üçün... Bəlkələr insanın həyatının məhvidir. Mən onu həmişə demişəm. Niyə? Məsəl üçün, mən əgər çox tərs qız olmuşam, inadkar olmuşam, öz bildiyimlə getmişəm oxumaq barəsində və ailə qurmaq barəsində. Və onda atama, anama qarşı çıxmışam ki, mən oxumalıyam və ondan sonra ailə qurmalıyam öz istəyimlə. Və o tərsi ilə də gedib həmişə qələbə qazanmışam, itirməmişəm heç nəyi. Dostluqda da eləyəm. 1000 adam gəlsin desin ki, tutaq ki, Rəvan bəy yaxşı adam deyil, sən onu niyə dostluq edirsən? Deyirəm, Rəvan bəy mən çox istəyirəmsə, o mənə aiddir artıq. Bəli. Mən o adamın heç... O səhvi də, pisini də özüm görməliyim. Ay, sağ olun, çox gözəl, bəli. O səhvi mən görə bilirəmsə, onu əgər düz tanımışamsa, deməli düzdür. Əgər səhv görə biləcəmsə, o səhvi də mən. Bir adamı hamı sevə bilməz, bir adamı hamı xoşuna gələ bilməz. Çox vaxt tanış olduğumuz insanlar olur ki, belə deyək də, bu ortamda mən bir dənə məsələn deyə bilərəm ki, mənim həqiqətən də efirdən kənar da ailəvi gediş-gəliş olduğum, məsələn, Rəvandır, dostumdur. Amma siz mənim tanışım ola bilərsiniz, siz tanıdığımız ola bilərsiniz. Çox adam bunu qarışdırır, tanıdığım insanla dostluğu qarışdırır. Yox, hər adam zaman üçün ya bir deyir, canı yanan, ya bir olar, canı yanan, ya bir olar, ya iki, baxın. Canı yanan o dostluqdan söhbət gedir. Ya bir olar, ya iki. Yəni, dostluq ikiləşəndə də gözəllikdir. Amma yetər ki, yenə deyirəm, o dostları qazandığın kimi əldə saxlamağı bacarasan. Bəli. Təşəkkür edirəm Nəcibə xanım. Birazdan Zülfiyə xanım da fikrini bildirəcək bu mövzuyla bağlı. Amma bizim qonaqlarımız artıq buradadır. Dəyərli sənətkarımız, yüksək dərəcəli vokalist, illərin sənətkarı, birbaşa ifası ilə dəvət edək. Şahin İsmailov qonağımızdır. Əzizim, səni gözlər iki gözüm Gəlirsən bu axşam, sənsiz yaman darıxmışam
Gəl bəzəyək süfrələri əldə bir Üstənə batmol qolan ləbləbi Gəl bəzəyək süfrələri əldə bir Nuş olsun, hamınıza nuş olsun hey Xoş olsun, əhvalınız xoş olsun hey Nuş olsun, hamınıza nuş olsun hey Xoş olsun, əhvalınız xoş olsun hey Hey, saf diləklər, xoş arzular Bir-birinə qovuşsunlar Saf diləklər, xoş arzular Bir-birinə qovuşsunlar Hey, ay qızlar, komşalardan pay verin qonaqlara ya Ay qızlar, komşalardan pay verin qonaqlara Rəqs edin uşağım, mahnılara hay verin Rəqs edin uşağım, mahnılara hay verin Hay verin Xoş olsun, hamınıza nuş olsun hey Xoş olsun, əhvalınız xoş olsun hey Xoş olsun, hamınıza nuş olsun hey Xoş olsun, əhvalınız xoş olsun hey Hey, saf diləklər, xoş arzular Bir-birinə qovuşsunlar Saf diləklər, xoş arzular Bir-birinə qovuşsunlar Süfrələrin bəzəyi şəfəqdən deyir ləçəyi Güllərin zərif qızı, güllərin dan ulduzu Açılmış süfrələrdə yerin görünər hər an Zəfəran, ay zəfəran Açılmış süfrələrdə yerin görünər hər an Zəfəran, ay zəfəran Günəşin gülə dönmüyəş Ateşi sən odusan Paxlavanın harmanın Naxışı sən adısan Paxlavanın harmanın Naxışı sən adısan Ləzzət etsən, xörəyin ətirirsən Çörəyin zəfəran, ay zəfəran 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 Ay, təşəkkür edirik, xoş gəlmişsiniz Şahin müəllim. Mikrofonu götürüm sizdən. Bəli, şalımıza qaytardınız ən azından. Necəsiz, ay Şahin müəllim? Çox təşəkkür edirəm. Mən çox üzr istəyirəm. Biraz yolda bu tıxaclara görə çox üzr hesab edin məni. Rüyəniz xanımla ilə yolda səhərdən çox nigaran idik ki, çata bilək, heç olmasa özümüzə çatıraq. Daha axırda Şumaxer kimi maşını sürmüşəm, ara küçələrinə gəldim, çatdım. Mən əvvəla tamaşaçılarımızı salamlayıram. Burada oturan bizim gözəl insanları, gözəl qonaqları salamlayıram hər birini. Xanım çox gözəl buyurdu, nostalji hisslər. Ümumiyyətlə bizim bu nostalji mahnılarımız, retro mahnılarımız, klassik bəstəkarların mahnıları hamısı bir-birindən gözəldir. Çox təəssüflər olsun ki, belə mahnılar indi çox az səslənir efirlərdə. Allaha çox şükür ki, bizim Rəvan bəy həmişə bizim kimi sənət adamlarını dəvət edir ki, heç olmasa xalqımız unutmasın bu mahnıları. Əlbəttə, borcumuzdur. Sizlər də var olun. Sanki bir dəfə yaranıb. Belə Rəvan bəyin də gözəl xüsusiyyəti ondadır ki, özü də həmin ifaları yəni həmişə sərgiləyir. Görmüşəm ki, yəni həmişə doğrudan da klassik mahnılarımızı çox ifa edir və həmin insanları dəvət edir. Biz bilirsiniz, bizim keçmişi unutmağa haqqımız yoxdur. Onlar bizim mədəni varlığımızdır. Onların o varlıqdan biz uzaq dura bilmərik. Bu mümkün deyil. Bəli. Zülfiyə xanım bayaq fikirlərini bildirmədi. Zülfiyə xanım da eşidək.
Demək olar ki, Rəvan bəy, əvvəla mən də təşəkkür edirəm. Bilirsiniz ki, mən söz verəndə danışıram da, mənim artıq bir xarakterimdir. Təşəkkür edirəm. Gözəl müğənnimiz doğrudan da bizi uşaqlıq dövrünə qaytardı. Doğrudan da həqiqətən də Nəcibə xanım dediyi kimi nostalji hissləri yaşadıq. Və sizə də minnətdaram ki, hər zaman baxmayaraq, bəzi gənclərimiz indi keçmişin bəyənmirlər. Amma bu arada sizə həqiqətən də ürəkdən təşəkkür edirəm ki, siz hər zaman arayıb, axtarıb, gözəl sənətkarları dəvət edirsiniz. Ona görə minnətdarlığımı bildirirəm. Və bu dost haqqında yəqin ki, fikir bildirməliydim. Bu uzun uzadı, necə deyim, xırdalanan bir demək olar ki, necə deyim, mövzudur. Burada o qədər xırdalıqlardan danışmaq olar ki, baxın, hər zaman tarixə də qaydanda görürük ki, insanlar kim tərəfindən vurulub? Dahi insanlarımız adlarını indi çəkmək istəmirəm, tarixi burada xatırlatmaq istəmirəm. Kimin tərəfindən son həddə məğlub olublar? Öz dostları tərəfindən. Bəli. Çünki dost deyilən bir şey, o qədər onu yaxın buraxırıq, içimizə buraxırıq ki, artıq bütün bizim o zəif hissələrimizi görür və sonunda ayağımız büdrədiyi anda və yaxud da ki, özünün ayağı büdrədiyi anda bizi də çəkir, ardınca həmin yerə aparır. Ona görə də dostu seçəndə də ehtiyatla seçmək lazımdır. Elə bir dost seçməlisən ki, o hər bir zaman sənə qiymət versin. Hər bir zaman özünü, necə deyim, sizi özündən öndə görsün. Əgər o dost ki, səni özündən öndə görürsə, sənə özündən çox qiymət verirsə, bu o demək deyil ki, o özünü əskildir. Məsəl üçün, bəzən görürsünüz ki, birinə deyirsiniz ki, yox, siz gözəlsiniz, siz bundan yaxşısınız, siz bu işlərə layiqsiniz, budur, budur. O insanlar doğrudan da, mən bunu dəfələrlə demişəm, özlərini orada görürlər. Çox yuxarı qalxırlar, sonra onları oradan endirmək olmur. Təəssüflər. Aha, amma əsl dost mənə elə gəlir ki, hər bir zaman dostunun yaxşı işində də, pis işində də onun yanında olmalıdır. Biz müəllim o qədər gözəl fikirlərə toxundu. Bəzən o sevgidə də var bu. Qonşuluqda, dostluqda, qohumluqda bir abır həyat deyilən bir şey var. Məsələn, bunu eləmək qonşu ayıbdır qonşudan, qohumdan ayıbdır, filan kəsdən ayıbdır deyirlər. Və yaxud da dostluq arasında o ayıbdır sözünü sən əgər anlayırsansa, dərk edirsənsə, heç vaxt o dostunun ürəyinə dəyən zərərə sən yol verə bilməzsən. Yəni, ən azından bu missiyanı insan yerinə yetirməlidir ki, mən artıq dost qazanmışamsa, bir xəzinə qazanmışam. Var dövlətdə olmaq, bilirsiniz, xoşbəxtlik deyil. Ən böyük xoşbəxtlik... Ən önəmli mənəvi varlıq. Bəli, mənəvi varlıq. Bəli. İnsanın qəlbi varlı olmalıdır. Bəli, bəli. Baxın, əgər qəlbin varlı deyilsə, milyonların da olsa, sən varlı deyilsən. O deyir, bir söz var, deyir, hər şeyə sahib olmaq xoşbəxtlik deyil. Amma o xoşbəxtlik içində onu görmək lazımdır, o xoşbəxtliyi görmək lazımdır. Bir söz deyim, elə Rəvandan özümdən bizim deyim, növbəti qonağımız... Qonaq gələnə qədər bir dənə söz deyim. Qonağımız hazırlaşsın. Deməli, mən Rəvandan öncə efirdəyəm. Yəni, bax, qısa bir sözü deyirəm, yəni burada bütün dost deyənlər nəticə götürsün. Amma Rəvanın uğurları məndən çoxdur. Hər zaman da uğurunda da yanında olmuşam. Pis günləri olmasın. İlk dəfə Havinin verilişinə çıxmışam. Yəni ki, uğurunda da yanında olmuşam. Nə vaxt çağırıb, heç vaxt soruşmamışam. Hara, niyə sualı verməmişəm. Hər zaman demişəm, saatı de. Sual verməmişəm, hara, kim olacaq, niyə gəlirəm. Özü də Allah şahididir. Yəni, dost budur. Dost o demək deyil, mən ona pul xərcləyim, o mənə pul xərcləsin. O mənəvi yanında olmaq, o böyük bir şeydir. Qonağımızı dəvət eləyin, xanımımız da çox gözəl fikrə toxundu. Lazım olarsa bu mövzunu daha genişləndirir. Yaxşı mövzu seçmişik. Qonağımız hazırdırmı? Dəvət eləyək qonağımızı. Yox. Baxın, eyni fikirdir. Bax, görürsünüzmü? İnsanı danışdıran onun mənəviyyatıdır da. Məsəl üçün, saxta danışır, yalan danışır, o dəqiqə hiss olunur. Saxtalığı sevən adam dostluğu da sevə bilməyəcəkdir. Çünki o dostluq, üzr istəyirəm, elə bir körpüdür ki, orada əyağı birazcık əyri qoydunsa, sən gedəcəksən uçuruma. Yəni, ən azından dostluqda bunları yaşatmaq lazımdır. Doğruluq, dürüstlük, düzgünlük və... Siz maşallah hamımızın ürəyi yalandan saxlayın. Çünki hamımız... Mən bu hamımız yaşamışdır, yazın, mən susub qalmışam. Çox böyük mövzuya mən, yəni, hər zaman sual verirlər ki... Özləri açıb qonaqlar. Məndən gəldim mövzu deyəsin. Niyə ətrafınızda, yəni, efirdən bir dostunuz yoxdur? Deyirəm ki, çünki orada, mən görürəm də, orada dost deyiləcək bir şey yoxdur. Tanışlarım ola bilər, hörmət elədiyim müğənnilər ola bilər. Məsələn, mənim bu efir camiyyəsində mənim dostum yoxdur, yaxınım ola bilər.
Bir dənə məsələn Rəvandan gediş-gəlişim var, vəsə. Niyə? Can, Çünki var, mən bilirəm ki, qarşılıqlıdır. çox belə yaxın buraxmışam və arxamınca o bir söz var. Çünki arxa-arxada qalır. O Bilirsiniz, gözəlim. boş bir Doğru insanlardır. fikirlər söylürsünüz, amma bir şey var ki, dost, tanış çox olur. Söhbət o sirdaşdan gedir. Əlbəttə Söhbət ki. o ürəyə yaxınlıqdan Əsl gedir. dostdan Elə Əsl bilirəm ki, dostdan mən gedir, məsəl üçün bəli. ürəyimin qapısından yaşmışam. Hamı mənim üçün dost, tanış ola bilər. Amma əsl dost, Bəli. doğma qədər sənə dost olmaq olan insan tamam başqadır. Məsəl üçün mən bilirəm ki, Zülfiyə xanım mənim bu gün, bu zaman üçün ən gözəl, ən yaxın doğma dostumdur. Dostun doğmalığı var. Bir də birazcık da məsafə məsələləri var da. Amma ən doğma məsafə. Təşəkkür edirəm Amma Nəzbə mən xanım. bir söz Qarşılıqlıdır, deyim. minnətdarım. Özüm O gəlim sevginin xəyanəti kimi dostun xəyanəti də o qədər ağır onu olur. heç vaxt mən O qədər ağır başlamıram. olur. Yəni Bir onu də- mən yaşamışam. Bəlkə bu mövzunu dəyişək bu Yox, günləri. qəşəng Yəni, Qəşəng Dəyişək, mövzudur. dəyişək. həqiqətən dəyişək bu Bu mövzunu. mövzuya Yenə də gəlir. aparıcı sizsiz, layihə Gedişatı rəhbəri gəlindi. sizsiz. Daha gözəl şeylərdən danışaq. Buyurun, Bu gün Leyla danışaq. xanımın doğum günüdür. Doğum Leyla gündən xanımın bax, doğum danışağım. günündə Baxın. sizə dost kimi dəvət eləmisiniz. Yenə Deməli, gəlib ora o onu çıxırıq. qazanıb o görürsünüz. etibarı. Bəli, mən ona o dəyəri verdim. Bəli, dəyəri verdiniz və ki, biz də belə bir dost qazandıq, biz də bir tanıdıq. Mən ad günləri olanda özümdən asılı olmayaraq kövrəlirəm. Yəni bəlkə də mənim illəri belə deyək də ad gününsüz çox keçmişəm ona görə. Hər zaman amma yaxşı mənada da kövrəlirəm ha. Mənim məsələn uşaqlarımı sürpriz eləyəndə də belə, məsələn doğum günü insanın ən gözəl günüdür. Həqiqətən ən kövrək günüdür. Bir yaşda o belə deyir insan yaşın üstünə yaş gəlirsə də, hə, qocalmaq da yox, amma yəni mənə elə gəlir ki, o daha bir kövrək Amma almalıdır. mənə elə gəlir ki, insan yaşı üstə yaş gəlirsə, insan cavanlaşır. Mən niyəsə mən bilmirəm. cavanlaşıram. Bax, yox, mən üzr istəyirəm. Mən belə hiss edirəm. Bəli. Hər dəfə yaş gələndə deyirəm, aha, bilirsiniz nətər, yaşın üstünə yaş gələndə çox adam kövrəlir ki, sizin demirəm ha, hə artıq qocalma, insan Yox, niyə elə ad günü kövrəklik yox. keçirməlidir. Bunu Necə Allah baxın? sənə Çünki rəva qəlb- bilirsən. O qədər pozitiv Çünki bir qəlbiniz xanımdır ki, gözəldir. Mən də Gözəl qəlbli ona görə də insanlar- Yəni o xatam hər bir deyək şeyi ki, pozitiv Ona- qəbul edir. O dostluqda da, insanlıqda da, ailədə də, insanın qəlbində, qəlbi necədirsə, bax o da elədir, o dostluğunda da elədir, insanlıq münasibətində də elədir. Gərək Bəli. qəlbini təmiz saxlayasan. Orxan, Leyla xanımın ifasını eşidə bilirikmi, yoxsa vaxt yoxdur? Xanım gəldi işidəkdə ki. Hə, reklamlardan sonra. Bəli, biraz söhbət eləyək. Qonağımız artıq burdadır. Düzdür, ifa ilə dəvət edə bilmirik, çünki reklamlar az qalıb. Amma özünü dəvət edək. Hazırdır xanım? Bəli, uzun müddətdir ki, görüşmürük, Gəlin. amma mən onun xətrini çox istəyirəm. Dəyərli sənətkarımız, Respublikamızın əməkdar artisti, Baladadaşın ilk məhəbbəti Rühəngiz Musəvi. Can, necəsiz? Mikrofonu verim. Abala. Necəsiz? Abala nə tərsən? Yaxşıyam, şükür Allaha. Can, Mən səni çox istəyirəm. mən də sizi var olun. Sən doğrudan çox zəhmət keçsən. Öz bax gücünlə gəlib bax bu Bəli. yerə çatmısan. Halal olsun sənə. Çox təşəkkür Bax edirəm. belə. Dostluqdan danışırıq bayaqdan. Bəli. Düzdür? Rühəngiz xan, buyurun əyləşin. Bu arada Rəvan bəy bir fikir bildirmək istəyirəm qısa Bəli. bir. Mən bildiyim qədərincə həmin filmdə Baladadaşın məhəbbətində Baladadaş Rühəngiz xanımdan çox-çox balacadır bildiyim qədərincə yaşca. Amma maşallah olsun Baladadaş qocaldı, amma Rühəngiz xanım hələ də maşallah cavan qalıb. Hər halda kiçik idi də sizdən Rühəngiz xanım. Bəli. Özü də deyir də. Baxın, sizə bir sirr açım. Əslində bilənlər bilir, amma mən bunu deyir insan üzərində olan əməyi olan insanları, üzərində əməyi olan insanları heç vaxt unutmamalıdır. Əgər unudarsa, heç vaxt irəli gedə bilməz. Və mənim ifaçılıq, musiqi sənətində ilk dəfə atdığım addımda ilk sənətkar Rühəngiz xanım Musəvi olub. Allah Alqışlayaq qorusun. Rühəngiz korusun xanımı. Rühəngiz xanım. Və illər keçsə də, bəzən ola bilər ki, biz vaxt məhdudiyyəti ilə bağlı tez-tez görüşə bilmirik, əlaqə saxlaya bilmirik bir-birimizlə, amma Sən diqqətçisən. əsas odur ki, Rühəngiz xanım, siz hər zaman mənim qəlbimdə Həqiqətən də o varsınız. diqqətçi Rəvan bəydə Bəli. var. Var. Həmişə müəllimləri, Yox, bax,
Zülfə Çox müəlliməni, istər qabiliyyətli, Vüsalə müəlliməni mədəni. dəvət eləmək və məni nə vaxtsa görübsə o Bəli. vaxtından bəri Yox. hələ hər dəfə məni Elə evinə də dəvət olmalıdır da. eləyir. İnsan O, gərək insan itirməməlidir. yox, bəli, Mən doğru şəxsən, deyirlər. mən Diqqətli. sənətə gələndə mənə də dəstək ol. Yalçın müəllim, Flora xanım, Gülarə çoxları. Mən hər dəfə Oktay Kazımov həmişə qeyd edirəm, Rəşid Beybudu. İnsan bunları itirməməlidir. Bəli. Əlbəttə ki. Hə, Mümkün neyniyim? deyil, itirmək mümkün deyil. Mümkün Ustadına deyil. deyirsən, Çünki- baxanın gözlərinə Birdən qanama. unutmaq. Özü də bilirsiniz, mən Instagram vasitəsilə Rühəngiz xanımla tanış olmuşdum. Yazmışdım ona, bir mesaj yazmışdım ki, Rühəngiz xanım sizi ilk tanıtım konsertində görmək istəyirəm. Heç biri də görməmişdik. Bəli, heç vaxt həyatda görüşməmişdik. Bəli. İlk görüşümüz orada oldu. Bilmirəm, bəlkə də bir Allahın bir lütfü idi. Bilmirəm ki, Allahın bəlkə də bir belə deyim də sizə açdığı bir qapı idi ki, Rühəngiz xanımın ayağı mənə çox düşərli oldu. Və Rühəngiz xanım ora gələndə mən şokdaydım sadəcə ki, yəni siz məni tanımaya gəlmisiniz də, yəni mənə dəyər vermisiniz. Mən ona elə bir mesaj yazmışdım ki, İzləyirdim səni. bəli, izləyirdi Instagramda. Təbii. Yox, o sizin böyüklüyünüzdür, o sizin qəlbinizin gözəlliyindən irəli gəlir ki, siz orada mənə dəstək üçün gəldiniz. Reklamlardan dərhal sonra Rühəngiz xanımın ifası ilə qayıdacağıq, daha sonra bu mövzunu davam edəcəyik. Reklamlar. Bu da gündür bir ömürdür yaşayır dostlarım. Bu gecede koyulsun dost ümidin dostlarım. Bu da gündür bir ömürdür yaşayır dostlarım. Bu gecede koyulsun dost ümidin dostlarım. Ömürdür hayattır kederdir bizattır. Ömürdür hayattır kederdir bizattır. Uymadım hiç neye ben yine kayıldım. Uymadım hiç neye ben yine kayıldım. O da düştüm göze geldim okum değmedi taşa. O da düştüm göze geldim okum değmedi taşa. Beni sevdi beni duydu en yakınım sirdaşım. Beni sevdi beni duydu yakınım sirdaşım. Ömürdür hayatı kederdir bizattır. Ömürdür hayatı kederdir bizattır. Uymadım hiç neye ben yine kayıldım. Uymadım hiç neye ben yine kayıldım. Hele çoktur yüreğimde uğulacağım evlerde. Bilirəm ki bu hayatı yaşa buna mənədə. Hele çoktur yüreğimde uğulacağım evlerde. Bilirəm ki bu hayatı yaşa buna mənədə. Ömürdür hayattır kederdir bizattır. Ömürdür hayattır kederdir bizattır. Uymadım hiç neye ben yine kayıldım. Uymadım hiç neye ben yine kayıldım. O da düştüm göze geldim okum değmedi taşa.
gözə gəldim, oxum dəymədi daşa. Məni sevdi, məni duydu, ən yaxını sirdaşım. Məni sevdi, məni duydu, yaxını sirdaşım. Ömürdür, həyatdır, kədərdir, bizadır. Ömürdür, həyatdır, kədərdir, bizadır. Uymadım heç nəyə, mən yenə qayıtdım. Uymadım heç nəyə, mən yenə qayıtdım. Gözə gəldim, oxum dəymədi daşa. O da düşdü, gözə gəldim, oxum dəymədi daşa. Məni sevdi, məni duydu, ən yaxın sirdaşım. Məni sevdi, məni duydu, yaxın sirdaşım. Ömürdür, həyatdır, kədərdir, bizadır. Ömürdür, həyatdır, kədərdir, bizadır. Uymadım heç nəyə, mən yenə qayıtdım. Uymadım heç nəyə, mən yenə qayıtdım. Ömürdür, həyatdır, kədərdir, bizadır. Ömürdür, həyatdır, kədərdir, bizadır. Uymadım heç nəyə, mən yenə qayıtdım. 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 Təşəkkür edirik Rufa xanım. Bəli, eynimiz açıldı həqiqətən. Gözəllik yaradır. Pozitivlik var Rühəngiz xanımda. Leyla xanımın da elə doğum gününə bir belə deyim, bir rəng qatdı. Leyla, sən ömrümün gülüsən, tər gülü Leyla. Neynirəm sən var ikən hər gülü Leyla. Sən ömrümün ilisən, şən ili Leyla. Neynirəm sən yox ikən min ili Leyla. Təbrik eləyirəm səni, ay Leyla. Rəvan bəy, baxın bayaq da Şahin müəllim də dostla bağlı oxudu. İndi də Rühəngiz xanım. Bilirsiniz, bəlkə də Allahın bir lütfüdür ki, o bir-birinin qəlbi yaxınlığı olar. Sizin də o da intuisiya var. Siz də elə insanları seçirsiniz ki, həmişə bir-birinə uyğun tərzdə həm fikir mübadiləsi üst-üstə düşür, həm də bir-birinə qarşı böyük sevgi ilə yanaşırlar. Allah sizi var eləsin. Təşəkkür edirəm. Bayaq yarıda qaldı fikrim. Bəli, mən ilk bu sənətə atdığım addımlarda Rühəngiz xanım, ilk mənim yanımda olan Rühəngiz xanım idi. Daha sonra bizim canlı əfsanəmiz Flora xanım Kərimovanı salamlayırıq. Allahdan ona uzun ömür, can sağlığı arzu edirik. Dəfələrlə mənim yanımda oldu, mənə dəstək oldu. Konsertimdə də onunla duetimiz oldu. Daha sonra ustadım Gülyaz xanım Məmmədova, Respublikamızın xalq artisti, onu da salamlayıram. Ümumiyyətlə, bir insanın üzərində cüzi də olsa birinin əməyi varsa, onu unutmaq və itirmək olmaz. Olmaz, bəli. Bax, gözəl. Əməyi itirənin əməyi itirilir. Bəli, Unudulur. çox gözəl. Yəni ona görə də mən hər zaman, bax, bir insan mənə bir adi bir cüzi bir yaxşılıq edibsə, mən heç vaxt onu unutmuram. İllər keçə bilər, ola bilər ki, deyir, bəzən deyirlər ki, insan unutqan olur. Amma baxır insana, Amma Həzrəti Mövlana deyir ki, həyatda iki şey unutma. Bir Allahın, bir də ölümü. Amma iki şey unut. Kiminsə sənə elədiyi pisliyi, sənin kiməsə elədiyin yaxşılığı. Nə gözəl sözdür. Bəli, bəli. Ona görə də bacaraq ki, nə qədər bu həyatda yaşayırıqsa, heç kimin haqqına girməyək, bir-birimizi incitməyək və ən əsası bilirsiniz ki, müvəqqəti fani bir dünyada yaşayırıq. Bu fani dünyada
mehriban olaq və istəyərdim ki, bu məqamda Ceyran, Şövkət Ələkbərovun repertuarından olan Mehribanım səslənsin. Elə məncə elə məhz yerinə düşər, bugünkü mövzumuza da uyğun olar. Səni hər an gözəyərəm, izləyərəm pəncərədən. Baxışların qulaq kimi axıb gedər küçələrdən. Deyirsən ki, sorma məni bir kimsədən. Necə susum, necə qanım, səni sevdim, səni andım. El içində mehribanım, adındamı, özündəmi, sözündəmi mehribanım. Heç bilmirəm necə oldu, bu sevdaya qoşa yandıq. Sevirsənsə, eşqimizdən axı niyə utanırıq? Necə susum, necə qanım, səni sevdim, səni andım. El içində mehribanım, 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 mehribanım. Gönçəm mənim, gülüm mənim, ulduz dolu kəhkəşanım. İstəyirəm haray salıb bu sevdanı elə yayım. Necə susum, necə qanım, səni sevdim, səni andım. El içində mehribanım. Necə susum, necə qanım, səni sevdim, səni andım. Necə susum, necə qanım, səni sevdim, səni andım. Mehribanım, 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 mehribanım. Təşəkkür edirəm. Bəli, mehriban olmaq lazımdır. Ha, Rühəngiz xan? O vaxt yadıma gəlir, biz Gəl Qaytar Eşqimi mahnısında duet oxumuşduq sizinlə konsert. Niyə kövrəldiniz? Əslində Rühəngiz xanım, bilirəm niyə kövrəlir. Hardasa mən onun bir bəhrəsi kimi də sayılıram. Çünki 7 il bundan əvvəl, 2018-ci ildə, bəli, 7 il onun mənim üzərimdə əməyi olub. Və bu günlərim sizin bu cür kövrəlməyiniz və belə təəccüblə baxmağınızı mən o qədər gözəl anlayıram. Çünki 7 il bundan əvvəl heç kimin tanımadığı, köməksiz bir gənc bir, belə deyim də, ifaçı idim, gənc idim. Hansı ki, qapılar axtarırdım. Bağlı qapıları açmaq üçün çıxış yolları axtarırdım ki, mən bu sənətdə necə gələ bilərəm, necə istədiyim bu arzuları reallaşdıra bilərəm. Amma Allahıma təşəkkür edirəm ki, mənə doğru düzgün ünvanları yönəltdi. Elə sizin vasitənizlə mənə o cığır ki var, o cığırı mənə o qədər gözəl açdı ki Allahım və o cığırla addımladım. Maşallah, maşallah. Təşəkkür edirəm sizə. Öz zəhmətinlə gəlmisən, əziyyətinlə gəlmisən. Var olun. Təşəkkür edirəm. Alqışlayaq Rühəngiz xanımı. Şahin müəllim. Zəhmətlə, əziyyətlə sənət yoluna gedən insan orada hər zaman öz zirvəsinə çata biləcək. Bəli. Amma biri də var ki, yəni sənətin olmasın, amma özünün iddialı olasan və heç nə olmaya, gəlib hansısa zirvədə deyanasan və deyəsən mənəmlik iddiasına yaşayasan. Bax, böyük bir əzab o deyə, amma özünün zəhmətinə gələn adam təbii ki, öz zirvəsində də olacaqdır. Bəli, təşəkkür edirəm və Şahin müəllim eşidək. Sizin fikirləriniz də maraqlıdır bizim üçün. Əlbəttə, bu sənətdə o dəstək olmaq məsələsi ki var. Bu, bizim həmişə tarix boyu gözəl insanlar, insanın gərək qəlbi gözəl olsun, tək sənəti böyük olmaqla deyil. Ola bilər ki, insanın sənəti olsun, amma
qəlbi xain olsun. Bəli. O elə insanlar həmişə yaşar olmurlar. Məsələn, bax görürsünüz, indi burada Rəvan bəy Ruhəniz xanım haqqında o danışdığı söhbətlər, bu onun qəlbinin gözəlliyini göstərir ki, o xanım ki, çalışıb gücü çatan qədər sizə dəstək olsun. Bəli. Həyatda yaxşılıq qalır. Xanım o qədər gözəl söhbət edir, mənə ləzzət edir. İnsan bu dünyada, onsuz da hamımız, bax görürsünüz qonağı, kim bu dünyada nə aparacaq? Çalışmaq lazım ki, yadda yaxşı əməllərlə Xoş xatirələri yadda saxlayın. Allah Şahin müəllim, sizin sözünüzə istinadən mən bir şey deyim. Həmişə əziyyətlə, özünün əziyyətinlə, zəhmətinlə, sənət yoluna, hansısa bir arzuya çatmaq yolunu gedən insanlar həmişə kimlərəsə yardımcı olur. Ruhəngiz xanım özü də əziyyətlə, özünün zəhmətinlə o yolu gedib və ona görə də belə gənclərə yardımcı olur. Özdəki böyüklüyə bax ki, yəni tanımır da, istəyər deyə bilər ki, məsələn, sənətkaram, mən tanımadım, Instagramda gör, ürəyin gözəlliyi həqiqətən, amma heç kim inciməsin, hər sənətkarımız da elə deyil, belə qısqanclıq olur. Bəli, təbii ki. Və Ruhəngiz xanım dəfələrlə biz ailəvi gediş-gəlişimiz olub, bizim evdə də qonaq olub. Çox diqqətli olub. Ad günündə gəlib mənə mikrofona anası ilə. Allah can sağlığı versin. Təşəkkür edirəm. Amma onu deyim ki, Ruhəngiz xanımın qəlbi çox kövrəkdir. Bəzən Ruhəngiz xanımı hər birimiz pozitiv bir insan kimi tanıyırıq. Amma qəlbi o qədər zərifdir ki, o qədər kövrəkdir ki, həqiqətən bəlkə də yaşanmışlar, bəlkə də çəkdiyi əzab-əziyyət. Amma əsas odur ki, Ruhəngiz xanım, necə ki illər bundan əvvəl olub, bax elə hələ də bu sizin sevginiz davam edir. Yəni xalq hələ də sizi sevir, hamı sizi pozitiv tanıyır və baxın da onun gözəlliyinə. Bayaq bir söz dedinizsə ki, baladadaş yaşlı görsən, amma Ruhəngiz xanım necədirsə o cürdə qalıb. Və yenə də özünə dəyər verir. Məsəl üçün, o qəlbdən gəlir o gözəllik. Ekspert kimi də olmuşuq, qonaq kimi də indi Ruhəngiz xanım çox olmuşuq. Və orada mən fikir vermişəm ki, Ruhəngiz xanım çox şeyləri özünə qarşı buraxmır. Yəni mənəm deyə özünün öz aliliyini qoruyur. Sənətinlə, mənəviyyatla, qadın... Və heç vaxt qəlb qırmayıb. Bəli. Ən önəmlisi də budur. Bir insan əgər qəlb qırmağı bacarmırsa, demək ki, əsl insan elə odur. Qəlb qırmağa nə var ki? 2 kəlmə acı söz dedin, qırıldı qəlb. Amma o qəlbin bərpası çox çətin olur. Bir sual vermək istəyirəm. Bəli. Qoy, mən də bir sual sizə verim. Və bəlkə də bilirsiniz, bilməyənlər üçün də deyirəm, tamaşaçılar üçün də deyirəm, Rəvanın anası çox gözəl şairədir. Mən onu sənin efirlərində sonluqlarda görmürəm. İndi ana-bala arasına girmək istəmirəm. Çıxmaq istəmir çünki. Çox gözəl şeirləri var. Hətta onun şeirlərinə bəstələr də var. Bir mahnımız da var, bəli. Gülyaz xanımla duetimiz var idi. Və mən bir neçə efirlərdə, artıq neçə efirlərdə Vəfa xanımı görmürəm. Buradan salamlayıram, öpürəm Vəfa xanımı. Çox dəyər verirəm xanıma. Amma icazə verin onun şeirlərini oğruyub, onun kitabını çıxaraq. Hə, onu eləyərik. Mən yardımcı olaram. Ona mən yardımcı olaram. Onu eləyərik, onu qarşıdan gələn doğum gününə ona bir özəl hədiyyə eləyərik. Həm jurnalımızda verərik şeirlərini, həm də bizim jurnalımızın çox gözəl şeirləri var və bəstələr də var. Sadəcə içimdən gəldi də eyni. Təşəkkür edirəm. İstəyərdim ki, bu məqamda Leyla xanımdan növbəti ifa səslənsin. Yalan deyil. Bu məhəbbət yalan deyil. Tək yalan olmasın, tək heç bir məhəbbətlər, sevgilər yalan olmasın. Derdim yar baxımdan Gül saralıb solan deyil Çox sevənlər görüb dünya Sənə mənə qalan deyil Sənə mənə qalan deyil Oyna sevdicim, oyna qəmqüs Səni yaxın qoyma, qəmqüs Səni yaxın qoyma Doğra
Doğrasam da kıyma kıyma, könül senden dönen değil, könül senden dönen değil. Yaşayırıq ömür təzən, baxmaram bir özgəsinə. And içirəm sevgimizə, bu məhəbbət yalan deyil. Yaşayırıq ömür təzən, baxmaram bir özgəsinə. And içirəm sevgimizə, bu məhəbbət yalan deyil. Öz hakkındır sen ölsen, talihimde bir düğülsen. Könlüm bilir erkülsen, her sözüne sınan değil, her sözüne sınan değil. Oyna sevdiceğim oyna, gəm güz seni yaxın koyma, gəm güz seni yaxın koyma. Doğrasam da kıyma kıyma, könül senden dönen değil, könül senden dönen değil. Yaşayırıq ömür təzən, baxmaram bir özgəsinə. And içirəm sevgimizə, bu məhəbbət yalan deyil. Yaşayırıq ömür təzən, baxmaram bir özgəsinə. And içirəm sevgimizə, bu məhəbbət yalan deyil. Yaşayırıq ömür təzən, baxmaram bir özgəsinə. And içirəm sevgimizə, bu məhəbbət yalan deyil. Yaşayırıq ömür təzən, baxmaram bir özgəsinə. And içirəm sevgimizə, bu məhəbbət yalan deyil. Yalan deyil, yalan deyil, yalan deyil, yalan deyil, yalan deyil. Yalan değil, bu məhəbbət yalan değil, bu məhəbbət yalan değil, bu məhəbbət yalan değil. Təşəkkür edirik Leyla xanım. Necə idi ifası? Qəşəng, özünə məxsus ifa eləyib, qəşəng. Bəli, Xumar xanımın səsinə çox bənzəyir də. bu Yox, xanım. çox oxşamır. Yox, biraz Hə? oxşayır, amma Oxşayır, o o mahnı mən boğazlar heç kəs var eşitməmişim onda. Xumardan başqa. Mən Yox, də eşitməmişəm. Özünə Mən məxsus eşitməmişəm. oxuyub, Birinci öz dəfədir səsinin ki, tembri ilə. siz də eşitdik, amma qəşəng göytəsindən gəldiniz, özü Bəli. çox da gözəl səsi. Bəli, bəli. Əla, Leyla xanım, Rühəngiz xanım, Leyla xanım tibb işçisidir. Deyir ki, mən çəkinirdim, yəni mahnı oxumağa. Arzum idi, uşaqlıq arzum idi. Cərrahsınız da bildiyimə görə. Bəli. Tibbdə çalışır. Mən dedim ki, əgər o sizin arzunuz ürəyinizdə varsa, heç vaxt onu sıxıb saxlamayın. Mən həmişə işdə olanda oxuyurdum, onu bir də qeyd edeyim. Mənim bir də dostum var, Esinka deyirəm ona. Buradan onu salamlayıram. O mənə əslində, o mənə necə deyirlər, təkan verdi. Elə dedi ki, get oxu, sağ olsun, çox sağ olsun. Yəni buradan ona salam göndərirəm. Siz bayaq deyirsiniz ki, mən çox adamların getdim, qapısını döydüm, istədim yəni ki, mən bu arzuma çatam. Bax, bugün də siz kimlərdəsə bir işartı görürsünüzsə, onu cücərdiniz. Bax, mən özüm də elə olmuşam. Vaxtı ilə gənclik vaxtı çox qapılar döymüşəm ki, mənim şeirlərim. Şeirdə də demirdim, dedim cızma qaralarımı mən dərc eləyin də. Mən istəyirəm ki, tanınam, qabağa gedəm. İddialı deyildim. Amma görürsən ki, elə xoşlarına gəldi, bəyənirdi, amma atırdılar qırağa. Və elə bir insan mənə rast düşdü ki, yəni Allah ona rəhmət eləsin, Eldar Sibriyel və bir də Nərman Həsənzadə. Yəni bu insanlar mənim o vaxtı ədəbi mühitə gəlməyimə yardımçı oldu. Bəli. Baxın, deməli, yaxşılıq bax budur.
əvvəl axır bilinir və heç zamanda Bəlkə də bu məqamda bir şeir səslənsin sizdən. Mütləq, gözəl bir şeir. Bir fon musiqisi eşidək. Orxan. Hərdən yadıma düşür. Səni necə sevmişəm. Əllərində gül çiçək məktəbə gedən zaman elə düşünmüşəm ki, görüşünə gəlmişəm. Boylanıb yan yörəyə gizli-gizli baxaraq, uşaqlar bilər deyə kitabın arasına 3 ədək çiçək qoyub sinəm üstə sıxaraq, yaxınlaşaraq sənə nələr keçib qəlbimdən deyə bilmirəm yenə. Birdən-birə toqquşur sevən baxışlarımız. Yadımıza nə müəllim, nə də ki, dərs düşür. Unuduruq bir anlıq o məktəb həyatını. Yadımıza salırıq qəmli bir bayatını. Əzizim olmayaydı, saralıb solmayaydı, bir ayrılıq bir olum, heç bir olmayaydı. Zəng nə vaxt çalınırsa, xəbərimiz də olmur. Ağır-ağır addımla keçirik siniflərə. Həsrət dolu baxışdan əriyirik min kərə. Beləcə günlərimiz ötüb keçir bir aləm. Mən həsrətin içində səni deyə bilmərəm. Gör nə qədər vaxt ötüb, o vaxtdan bəri gülüm. Doğrayıbdır bu sevgi qəlbimi dilim-dilim. Bu sevgimiz düşmədi, niyə dil ağıza? Bu sevgim gizli-gizli köçdü qələm kağıza. Təşəkkür edirəm, var olun. Çox sağ olun. Bu gözəl şeirdən sonra da Şahin müəllimdən növbəti bir ifa səslənsin. Tam yerinə düşər məncə. Çox gözəl olar. Mikrofonu verək. İtaliya gedək qaydaq. Mikrofonu. Bəli, gedək İtaliyaya, səyahət edək, gələk. Gedin. Bəli. Sole, n'aria serena dopo la tempesta, per l'aria fresca pareggia la festa. Che bella cosa una giornata il sole.
in fronte a te, sta in fronte a te. Eşq olsun, möhtəşəm. Rühəngiz xanımla növbəti ifa səslənsin. Bəli. Bizimdir bu hayat, bu şenlik, bu rızat, bu güzeldir ya. Bizimdir bəxtiyar bu eller, bu bala mehriban dostlar. Bizimdir hüner dillerin, ezber bu kahramanlar. Ağaçın yüzü al ömür sürüp, yaşamak en büyük saadettir bize. Ağlı açıp yüzü al ömür sürüp, yaşamak en büyük saadettir bize. Ömür güzeldir, gün güzeldir, bu güzel zamanda insan hoşbahtır, bəxtiyar, bu güzel dövranda. Ömür güzeldir, gün güzeldir, bu güzel zamanda insan hoşbahtır, bəxtiyar, bu güzel dövranda. Bizimdir qüdrətli, minvarlı, neymətli bu ana torpaq. Bizimdir çiçəkli, qudərli, bəzəkli hər bağça, hər bağ. Bizimdir çırağan günbəgün, ucalan bu Azərbaycan. Ağlı açın, üzü al, ömür sürün, yaşamak en büyük saadettir bize. Ağlı açın, yüzü al, ömür sürün, yaşamak en büyük saadettir bize. Ömür güzeldir, gün güzeldir, bu güzel zamanda insan hoşbahtır, bəxtiyar, bu güzel dövranda. Ömür güzeldir, gün güzeldir, bu güzel zamanda insan hoşbahtır, bəxtiyar, bu güzel dövranda. Bizimdir çırağan günbəgün, ucalan bu Azərbaycan. Ağlı açın, yüzü al, ömür sürün, yaşamak en büyük saadettir bize. Ağlı açın, yüzü al, ömür sürün, yaşamak en büyük saadettir bize. Ömür güzeldir, gün güzeldir, bu güzel zamanda insan hoşbahtır, bəxtiyardır, bu güzel dövranda. Ömür güzeldir, gün güzeldir, bu güzel zamanda insan hoşbahtır, bəxtiyardır, bu güzel dövranda. Ömür güzeldir, gün güzeldir, bu güzel zamanda insan hoşbahtır, bəxtiyardır, bu güzel dövranda. Ömür güzeldir, gün güzeldir, bu güzel zamanda insan hoşbahtır, bəxtiyardır, bu güzel dövranda. Davam edir dəyərli izləyicilərimiz. Bəli, maşallah olsun, efirimiz çox pozitiv davam edir. Şahin müəllimin möhtəşəm ifasından sonra Rühəngiz xanımın möhtəşəm ifası, ondan əvvəl Nəcibə xanımın möhtəşəm şeiri, indi Zülfiyə xanımın Qızlarımız da gözəl ifalar. Leyla da gözəl ifa edib, Havin də bir şeir deyəcək. Zülfiyə xanıma bir şeir səslənsin.
Nə gözəl. Demək, Rəvan bəy, özünüz bilirsiniz ki, mən şeir deməyi sevmirəm, həqiqətən də sevmirəm. Yəni, qulaq asmağı çox sevirəm. Nəcibə xanım çox gözəl dedi, həqiqətən də çox bəyənirəm Nəcibə xanımın ifasında şeirləri. Saatlarla demək olar ki, ona qulaq asaram. Amma bu o demək deyil ki, anlayışım yoxdur şeirdən. Özünüz də bilirsiniz ki, Gözəl müəllimə, çox gözəl şeirləri var. O zaman bir fon musiqisi səslənsin Düzün orada. desəm ki, hazır deyiləm, amma deyə də bilməyəcəm. Başqa bir zamanda inşallah deyərəm. Yəni, bilirsiniz nədəndir Rühəngiz xanım? Mən istəyirəm ki, hər şeyin öz peşəkarı var. Şeir yazanın da özü şeir yazan peşəkarı var. Fon musiqisi səslənsin, biraz duyğulanaq. Gözəl musiqidir. Sən bugün bizi ağlatmasan, buradan yola salmayacaqsan, təbii. Dedik, güldük, biraz dağlayaq da nə olacaq? Nədir? O kim idi, bir ilham falan. Məni üzrü sayın, yəni bugün ona hazır deyiləm. Bəlkə zamanla, haçansa gözəl bir şey. Mütləq gələn dəfə. Nə qədər ki, bir yerdəyik, onda Nəcibə xanım axır bilirəm, öz arzusuna çatacaq. Amma Havin üçün bir mesaj gəlib tamaşaçı tərəfindən. Salam, mümkünmü Havin xanım da öz yazdığı şeirlərdən birini ifa etsin canlı yayımda? Hörmətlə Xıd qoyub baş hərfin adı, bilmirəm kimdir. Kimdir? Kimdir? Bəydi xanımdır, onu da bilmədim. Deməli, siz şeir yazılmışsınız. Kimdir Havin? Dedə ürəyimizi partlatma. Yox, o mənim həqiqətən dostumdur. Bəydi xanımdır. Bəydi. Prosto, yəni mən heç inanmazdım da, yəni bizə baş hərfi X'dır, amma adın bitmə. Hə, bilirəm. Adın da üçümüzü çəkək. Yox, adını deməyim, amma yəni indi o deməyibsə, mən də demək istəmərəm. Yəni mənim doğrudan da mən şeir yazıram, amma yəni onu çox adam bilmir də. O zaman fon musiqisi davam eləsin, eşidək. Məni Havin xanım əvəz eləsin. Bayaqdan israrla mənə suallar yazır ki, eşidək ondan şeiri. Hə, yox, başqa vaxt. Nə oldu, heç kimin təbi yoxdur bu gün. Ev yoxdur, onları mən əvəzləyərəm, amma gəlin belə eləyək də şərh qoyaq. Gələn dəfiyə mütləq hazır olun. Mən demişəm, şeirlər demişəm. Maraqlıdır mənə də. Mən özüm televiziya aparıcısıyam, yəni buna hazır olmamaq mənim üçün belə deyək, biraz ayıb kimi çıxar ki, yəni mən niyə hazır deyirəm, amma şeir elə bir şeydir ki, onu belə deyək də... Yaşaya-yaşaya deyəsin. Hə, yaşaya-yaşaya demək lazımdır, ev yox ikisi. Bayaq dedim, axı, hər işin öz peşəkarı var. Yəni, mən şeiri deyə bilərəm, mən bir müəllim olaraq deyə bilərəm o şeiri, amma o şeiri yaşayanlar, o şeiri deyənlər, həqiqətən də ona hazır olan insanlar bir başqadır. Ona görə də istəyərəm ki, hələ ki onlar desin, biz qulaq asaq. O zaman Nəcibə xanımdan səslənsin. Nəcibə xanım da gözəl alınır, buyursun Nəcibə xanım. Qabığı soyulan bu misraların sənin ahnaləndir ana ürəyim. Qapını çox döyüb yağışın, qarın, qalmayıbdır halın cana ürəyim. Keçən xoş günlərin gəlməz hayına, sənin məhəbbətin saldı oyuna. Sığınıb həsrətin isti qoynuna, alış için yana ürəyim. İlahi sevgimin acısı dinə, min şahid tapardım məhkəməsinə. Vüsal şirin-şirin yan alsa sənə, uzaqlaş, sən onu dana ürəyim. Üzümü danlama sevgimə görə. Bu yolda kim tapa, kimlər itirə. Sınıb calanmısan neçə min kərə. Sən fələk sayanı sana ürəyim. Nəcibə ilkinəm, qəlbi sarxuşam. Bir itən üzüyəm, bir sınıq qaşam. Yaxşı insanlara... Yox. Bir sınıq üzüyəm, bir sınıq qaşam. Sən külə dönmüsən, mən də ki daşam. Sən bunu bir yolluq qana ürəyim. Sən bunu bir yolluq qana ürəyim. Demək, Rəvan bəy, qoy şeir demədim, heç olmasa şeir deyən haqqında bir-iki fikir bildirə bilərəm də. Yəqin ki, yox, Allah eləməsin, tənqid fikrim yoxdur, mən heç ona cürətim də çatmaz. Tənqid gəlir. Yox, biz bu yaxınlarda bir görüşü vardı Nəcibə xanımın, Oğuza dəvət eləmişdilər, orada mən də iştirak edirdim. Demək olar ki, Nəcibə xanım şeir deyirdi, həmişə biz Nəcibə xanımı necə tanımışıq, odlu, alovlu, tənqidçi bir jurnalist kimi, çox belə sözün deyən bir xanım kimi, mən bunu heç vaxt unutmayacağam, yəni hər dəfə də deyirəm bunu. Təsəvvür edin ki, Nəcibə xanım şeir dediyi yerdə birdən bizim Əhməd qardaşımız, Nəcibə xanımın həyat yoldaşı, buradan da onu salamlayıram, təşəkkürlərimi bildirirəm ona. Demək olar, daxil oldu zala
gəlir insan özü üçün zala daxil olur. Siz təsəvvür edirsiniz bu cür xanım özünü itirdi. Ki dayandı bir anlıq, söz yadından çıxdı. Elə bir sanki indi görürdü onu, bax belə deyək. İndi yeganə bizim mən gördüyüm bu verilişlərdə də gördüyüm, bu şairlərimiz arasında da gördüyüm, indi var, çoxdur. Bəziləri bədahətən deyir, şeirlərini əzbər bilir. Amma bu xanımın belə bir qəribə bir xüsusiyyəti var ki, bütün şeirlərini əzbərdən deyir. Həmin anda, hansı anda deyirsinizsə, o anda da deyir. Rəvan bəy həmişə dəyər veribdir, sağ olun, müəllimə çox sağ olun. Təbii, Rəvan bəy ona həmişə dəyər verir. Mən bir onun daha da sözləri heç vaxt unutmaram. Mənim sizə olan hörmətimi, sevgimi, bizim, yəni mən beləyəm. Var olun. Ya varsan, ya yoxsan. Çox təşəkkür Allah edirəm sizi var və eləsin. bugünkü efirimiz yekunlaşır. Dəyərli sənətkarımız Rühəngiz xan başda olmaqla, Havin, Leyla, bir daha səni təbrik edirəm. Şahin müəllim, dəyərli sənətkarımız Zülfiyə xanım, Nəcibə xanım, hər birinizə təşəkkür edirəm. Çox maraqlı bir efirimiz alındı sayənizdə. Çox gözəl, bəli. Və efirimizi yekunlaşdırırıq. İnşallah ki, xoş günlərdə görüşək deyirəm. Amin. Sonda yenə də bizim ölməz sənətkarımız Şövkət Ələkbərovun repertuarından olan Məhəbbət mahnısı ilə istəyirəm ki, bitirəm. Gözəl. Dəyərli izləyicilərimiz, sizinlə sağollaşırıq. Sabah saat 19:00-da görüşmə ümidi ilə deyirik. Cahanı yaradıp yeri göğü asimanı yaradıp o bu boyda bir cahanı yaradıp yeri göğü asimanı yaradıp İnsan onu, o insanı yaradıp bu hayatın elifbası mehabbet en ilk nəğmə, en ilk yazı mehabbet ah mehabbet İnsan onu, o insanı yaradıp bu hayatın elifbası mehabbet en ilk nəğmə, en ilk yazı mehabbet ah mehabbet Şimşəkdək birdən çaxıb söner o Hər ömürdə bir ulduza döner o Gah şimşəkdək birdən çaxıb söner o Gizli gələr fəqət aşkar diner o Şanda nəfəs damarda qan Məhəbbət Həm var olan, həm yox olan Məhəbbət ah məhəbbət Gizli gələr fəqət aşkar diner o Şanda nəfəs damarda qan Məhəbbət Həm var olan, həm yox olan Məhəbbət
daşanda O göferdir üzüklerin kaşında O deryadır kükreyende daşanda O göferdir üzüklerin kaşında O sevdadır hey dolanır başında Gah ağıllı gah divane Mehabbet Hem hakikat hem efsane Mehabbet ah mehabbet O sevdadır hey dolanır başımda Gah ağıllı gah divane Mehabbet Hem hakikat hem efsane Mehabbet ah mehabbet Hem hakikat hem efsane Mehabbet ah mehabbet Hem hakikat hem efsane Mehabbet ah mehabbet